11-ci sinifin dərsliyində o Gün var əsrə bərabər romanında dedi ki, Qazanqap vəfat eləmişdi və Boranlı Yedgi onu dəfn eləməyə aparırdı. Yəni, artıq sülh tezləndi, bunu dəfn eləməyə aparırlar. Və Qazanqapın özünün vəsiyyəti var idi ki, məni Anabeyt qəbristanlığında dəfn edildi, vəsiyyət eləmişdi. Və bizdə bu hissədən başlayır, Anabeyt qəbristanlığının tarixi başlayır. Yəni, 11-ci sinifi dərsliyimizdə artıq bizdə o hissəni 7-ci sinifin dərsliyinə veriblər. Və Manqurt adı ilə veriblər. Əslində, Manqurt yeni bir əsər deyil. Manqurt, Gün var əsrə bərabər adlı romanın bir hissəsidir. Yəni, orada Qazanqapı dəfn eləməyə aparırlar vəsiyyətinə görə. Qazanqap da demişdi ki, məni Anabeyt qəbristanlığında dəfn edin, Sarı Özək çöllərində. Və artıq burada başlanılır bizdə həmin o Anabeyt qəbristanlığının tarixi. Anabeyt qəbristanlığının özünə məxsus tarixi var idi. Belə rəvayət olunur. Rəvayət yadımızdasa real olan şeydir. Rəvayət reallıqda baş verən şeydir. Belə rəvayət olunur ki, bu yerlər kitabda yazır, başa düşün, bu yerlər Sarı Özək çölləri nəzərdə tutur. Bu yerləri zəbt edən Juanlar tayfanın adıdır, bir tayfa olub, xalq olub, Juanlar, yadda saxlayaq. Və axtarışa versəz, Juanlar tarixdə yaşayıblar. Bunlar 4-cü, 6-cı əsrlərdə yaşamış bir tayfa olub, bir millət olub. Deməli, bu yerləri, Sarı Özək çöllərini işğal edən, zəbt edən Juanlar həm öz torpaqlarını genişləndirirdilər, həm də zəbt etdikləri bu yerlərdən qul əldə edirdilər. Yəni, kimlərsə əsir tuturdular. Və tutduqları əsirləri amansız işgəncə gözləyirdi. İmkanları olanda əsirləri satırdılar. Yəni, lazım olanda, imkanları olanda burada pul mənasında nəzərdə tutmur. Yəni, vaxtları olanda deməyək, yəni belə deyək də, imkanları olanda kitab cümləsindən, imkanları olanda bu qullardan əsir tutduqları qulları qul kimi ilə satırdılar. Və kimi ki satırdılarsa, həmin adam üçün xoşbəxtlik sayılırdı qul üçün. Niyə xoşbəxtlik sayılırdı? Çünki həmin o əsir olan, qul kimi satılan adam ümid var idi ki, nə vaxtsa öz ölkəsinə qaçıb canını qutarıb öz vətəninə qayıda bilər. Yəni, bu belə bir şansı var idi qulun. Amma Juanlardan Juanlar kimi ki, əsir kimi, qul kimi özündə saxlamışdı, həmin onları amansız taley gözləyirdi, dəhşətli taley gözləyirdi. Görək, necə dəhşətli taley gözləyə bilər bu qulları? Təbii ki, qulun olsa vəziyyəti dəhşətli idi, amma bunlar görə necə daha dəhşətli vəziyyət gözləyirdi? Burada verilir ki, həmin o Juanların tutduqları qullar, əsirlər var, daha çox cavanları, adətən cavanları. Onların başına zif keçirdərdilər. Zif, yəni yapışqan kimi bir şey deyək də, zif adətən belə deyirlər. Bizdə əlimiz, ayağımız çıxanda, qolda zadda çıxmaq olanda, özdən yumurta kimi yapışdırırlar, kley yumurta. Zif deyirlər ona, yəni yapışqan. Zif, yəni yapışqandır. Deməli, əsrin başına yapışqan kimi zif keçirdirlər və əsirlər yaddaşını itirirdi. Ya insan yaddaşını itirirdi. Və bunu necə edirdilər? Deməli, Juanlar tutduqları əsirlərin başın təmiz qırxardılar. Həmin o başın qırxdıqları vaxtı, yəni başını təmizlədikləri vaxtı, bunların Juanların təcrübəli qəssabı, təcrübəli şəxsi gəlirdi bir dənə qart dəvəni kəsirdi. Qart nə deməkdir? Qart bizə qartmışsaq deyirlər. Adı danışığımızda qartmış deyirlər. Yəni, qart yaşlıya deyirlər. Birdə var, qartdaş var. O ayrı şeydir. Bu qart sözünün, qart mənası qocaya deyirlər və yaxud yaşlı dəvəyə deyirlər. Deməli, bunlar bir qart dəvəni kəsirdilər, qəssablar. Özlə kəsəndən sonra onun boyun dərsindən, dəvənin boyun dərsini birinci soyurdular. Çünki boyun dərsi daha möhkəm olurdu. Və həmin o dərini keçirdirdilər, həmin o qulun başına keçirdirdilər. Özdə buğlu, yəni isti. Və həmin o başına keçirdikləri, zif adlanır da bu, keçirdikləri zif adamın başını sıxmağa başlayır. Və sıxdıqca insan yaddaşını itirir.
və belə adamlara, yaddaşın itirmiş adamlara deyirlər manqurt. Artıq manqurt Azərbaycan dilində də işlənmiş sözdür. Manqurt nə deməkdir? Manqurt öz yaddaşını itirmiş, öz keçmişini belə deyək, anlamayan, bilməyən adama manqurt deyirlər. Və öz keçmişini xatırlamayan adama. Olurdu manqurt. Həmin adam olurdu manqurt. Və manqurtları bir çöllüyə buraxardılar. Adətən bir dəvənin boyun dərsindən 5-6 zif düzəlirdi. Zif yəni yapışqanda bayaq dediyimiz kimi. Həmin o zifi keçirdilər bu belə deyək manqurtun, yəni qulun başına və belə deyək, həmin o başını sıxmağa başlayırdı. Və onun bir boyun dərsindən, dəvənin bir boyun dərsindən 5-6 dənə zif əmələ gələrdi. Və elə keçərdi ki, indiki üzgüçü papaqlarına bənzədirlər. Onu da kitabımızda işarə eləyərsiniz. Deməli, həmin o insanın əsrin başına keçirdikləri zifi nəyə bənzədiblər? Üzgüçü papaqlarla. Görürsünüz, üzgüçü papaqlarını necə tutur, sıx tutur. Və həmin adam olurdu manqurt. Bunu aparırdılar bir dənə çöllüyə. Əlin, ayağını qandallayırdılar, bağlayırdılar. Boynuna da keçirdirdilər kündə taxta, yəni yumru taxta. Niyə keçirdirdilər ki, insan başını yerə vurmasın. Baxın ha, əzaba baxın. Və atırdılar bir çöllüyə. Çünki insan çöllükdə atsuzsuz, əlləri, ayaqları bağlı qışqırardı. Onun səsini eşitməmək üçün, nalə, kitab cümləsindən desək, nalələrin eşitməmək üçün onu aparıb atırdılar çöllüyə. Həmin adamı. Aparıb atırdılar çöllüyə. Bir neçə günlüyə və yaxud 5 günlüyə çölə atırdılar adamı. Və həmin adamın yanında da bir dənə gözətçi qoyurdular. Onu yadda saxlayın. Gözətçi qoyurdular ki, birdən kimsə gələr valideynlərindən, qohumlarından, gəlib bu adamı, həmin bu manqurtu, yəni əsri gəlib xilas eləyə bilər. Amma aslında buna ehtiyac yox idi. Çünki düz çöllük ərazidə uzaqdan istənilən hərəkət asanlıqla görünürdü. Amma yenə də hər ehtimala qarşı juanlar bir dənə nə qoymuşdu? Gözətçi qoymuşdular ki, bu həmin o əsri gütsün. Və həmin o, belə deyək, manqurtun xəbəri gəlib qəbiləyə çatanda və qəbilədə olan insanlar gedib manqurtu xilas eləməzdi. Lap öz övladı olsa belə. Niyə xilas eləməzdilər? Çünki onun özün qaytarmaq demək deyildi. Onun müqəvvasını qaytarmaq deməkdir. Yəni insanı elə bir ki, qaytarmaq demək deyildi. Onun müqəvvasını qaytarırsan. Niyə? Çünki insan yaddaşını itirmişdi axı. Səni tanımır, bilmir kimdir, sən kimsən, özü kimdir, tanımır. Müqavva da nə deməkdir, onu yadda saxlayaq. Müqavva bu bəlkə görərsiniz, elə bizdən biraz elə rayon yerində də bu bəzi yerlərdə var. İri bağçalarda, əkin sahələrində taxtadan və yaxud dəmirdən insan maketinə oxşar bir şey düzəldirlər. Elə bilsən ki, insandır. Papaq da qoyurlar, əyninə paltar da geyindirlər, artıq taxtadan olur. Quşlar, zatlar gəlib yeməsin. Ona nə deyirlər? Müqavva. Bunu yadda saxlayaq. Bizdə başqa adlarla da daha çox deyirlər, amma müqavvadır. Bizim yəni dərsliyimizdə müqavvadır. Deməli, insan onun özün yox, müqavvasını qaytarmaq deməkdir. Ona görə heç kəs o manqurtu geriyə qaytarmaz. Deyir, manqurtda da çıxıb gedir. Mən bunu neyinirəm? Və 5 gündən sonra gedib o manqurtu yanına dəyərdilər, əsrin yanına dəyərdilər. Görək bu adam yaşayır, yaşamır. Əgər yaşayırdısa, onlar öz məqsədlərinə çatmış sayılır, juanlar. Görürlər ki, sapa-sağlamdır da bu. Özü də 5-6 manqurtdan 1-2'si saqqalardı. Niyə saqqalardı? Acılıqdan, susuzluqdan yox ha. Başına dəyən günün istisindən. Başına dəyən günün istisi, manqurtun başına dəyən günün istisi. Onu məncənə kimi sıxırdı. Məncənə bilirsiniz də, yəni o əzab vermək üçün alətlər. Məncənə, dəmir məncənə. Adamı deyib dəmir məncənə kimi sıxırdı. Həmin o manqurtların ölmə səbəbi, 5 günə ölmə səbəbi aclıq, susuzluq deyildi. Nə idi? Günəşin qızmar şüaları həmin o zifi qurudurdu, zifdəki insanın başını sıxırdı. Bax, o idi. Və bunlar həmin manqurtu 5 gündən sonra xilas eləyərdilər. Qandalların əl ayağında qandalları açardılar. Boynunda taxta kündə var idi, yumru kündə var idi. Ona açardılar və buna su verərdilər. Özlər gətirərdilər, yemək verib özünə gətirərdilər.
Və həmin o olan manqurt, həmin manqurt 1-ə 10 digər, 1-ə 10, 10da bir belə deyək də, 1-ə 10 digər əsrlərdən, qullardan daha yaxşı olardı, daha güclü olardı. Adətən cavan adamlar olurdu və bu işgəncəyə dözürdüsə, çox dözümlü olurdu həmin o, belə deyək, qullar və yaxud manqurtlar. Və həmin o manqurtların bir neçə xüsusiyyəti əmələ gələrdi. Birinci xüsusiyyəti odur ki, həmin manqurt kim olduğunu, kimin nəslindən olduğu, atası kimdir, anası kimdir, heç nəyi bilməzdi. Heç bir şeyi bilməzdi. Yəni, keçmişlə bağlı heç nəyi bilməzdi manqurt. Bu birincisi. İkinci müti idi. Müti sözün yadda saxlayın. Müti itaətkar deməkdir. Yəni, kör-körənə itaətkar. Kim nə dedi, qəbul edirsən də belə deyək. Buna deyirlər itaətkar. Həddən artıq itaətkar. Müti idi. Bir dənə it kimi öz ağasına sadiq idi manqurt. Yəni, ağası bir nəfər idi, ancaq ona tabi idi. Ağası nə desəydi, onu eləyərdi. Başqa heç kəsə baş qarışdırmazdı. Ancaq ağasına tabi idi bu manqurt. Onu yadda saxlayaq. Və bu manqurt ən ağır işləri, ən çirkin işləri, ən dəhşətli işləri manqurt görərdi. Özü də qəti şikayət eləməzdi. Şikayət də yoxdur. Bircə dənə bunun qarnını doyuzdur, yəni yeməyin ver. Bir də ki, köhnə nimdaş paltardan ver, heç bir şikayət eləməzdi. Və xüsusilə yadda saxlayaq. Sarı özək çöllərində pasibanlıq eləyən, pasiban nə deməkdir? Pasiban gözətçi deməkdir, nəzarətçi deməkdir, qoruyan deməkdir. Sarı özək çöllərində pasibanlıq eləyən və həmin o sarı özək çöllərinin kimsəsizliyinə, tənhalığına dözə bilən yalnız manqurt ola bilər. Çünki orada ancaq dəvə otarırdı. Təsəvvür ki, tək tənha, böyük bir düz, sonsuz bucaqsız olan düzlərdə ancaq dəvə otarsa, özdə təmbətək. Heç kəs də yanında yoxdur. Buna kim dözə bilərdi? Ancaq manqurt dözə bilərdi. Ona görə manqurtun gücü deməli 1-ə 10 qiymətləndirilirdi başqalarına nisbətən. Və danışdığımız vaxtı hadisələr elə bir dövrdə baş vermişdi ki, Juan tayfaları, yəni Juanlar zəbt etdikləri ərazilər, öz ərazilərini genişləndirmək məqsədi var idi və bir də qul əldə etmək məqsədi var idi. Həmin bu Juanlar da ən çox hücum eləyirdi sarı özək çöllərinə. Sarı özək çöllərinə də nəzarət eləyən Naiman qəbiləsi olub. Qəbilənin adını yadda saxlayaq, Naiman qəbiləsi olub. Qəbilənin adıdır. Yəni qəbilə dövründə də belə deyək. Qəbilənin adıdır. Və bu qəbilədən günlərin bir günü sövdəgərlər vaxtı ilə demişik tacirlər, Naiman qəbiləsinə mal gətirən, karvanlarla mal gətirən bir gün sövdəgərlər çay məclisində söhbət edirdilər ki, böyük bir çöllükdə, böyük bir dəvə sürüsünü otaran bir pasiban görüblər. Pasiban nə deməkdir? Pasiban, yadda saxlayaq. Pasiban sözü qoruyan, gözətçi deməkdir. Pasiban. Artıq bundan sonra pasiban deyəcək. Deməli, bir pasiban görüblər və yaxınlaşıblar, pasibanla danışmaq istəyiblər, sövdəgərlər. Və görüblər ki, pasiban manqurtdur. Yəni, daha keçmişi xatırlamayan bir adam da manqurtdur. Və sövdəgərlər danışırlar ki, çay süfrəsində, məclisində. Danışırlar ki, manqurt sapa-sağlam adamdır, həmin oğlan. Cavan uşaq deyil, sapa-sağlamdır. Və həmin o manqurt cavan cahıl oğlandır. Həmin o manqurtun bığ yeri təzəcə tərləmişdir. Yəni, cahıl uşaqdır da, belə deyək. Cavandır. Bığ yeri təzəcə tərləmiş bir uşaq idi, oğlan idi. Özü də sirdən, sifətdən pis deyil. Yəni, yaraşıqlı bir oğlan idi də, belə deyək, bu manqurt. Amma digər ki, keçmişini xatırlamır. Atasını, anasını, heç kəsi xatırlamır. Yəni, heç kəsi xatırlamırdı. Və pisi də bax bu idi. Heç kəsi xatırlamırdı. Bircə dənə hə bilirdi, həmin o manqurt. Bircə dənə də yox bilirdi. Özü də papağını keçirdirdi, başında da papaq var. Papağını keçirdirdi, ta gözünün üstünə qədər. Papağını oradan keçirdirdi. Özü də deyir, həmin bu manqurt üçün. Pisi də deyir, o idi ki,
buna ən pis olan o idi ki, buna deyəsən ki, bu manqurta deyəsən, gəl başı buğa verək, buğa vermək. Buğ da, yəni o isti qaynar, o suyu qaynadırsan ki, buğ çıxır onu. Gəl, deyir, başı buğa verək. Onda deyir, həmin o manqurt deyir, dəli ayğır kimi çırpınacaq. Dəli ayğır ata deyirlər, erkək ata deyirlər, belə deyək. Dəli ayğır kimi çırpınacaq. Özü ora vuracaq, bura vuracaq. Yəni elə ki, həmin o manqurta deyirsən ki, gəl sən o başında, o zif var axı başında. Papağı da keçirdib belə zifin üstündən. Buna deyirsən ki, gəl sənin başı buğa verək. Bunu çıxardaq da yəni. Bunu çıxardaq. Manqurt da ondan qorxurdu. Manqurt üçün deyir, bu ölmə bərabər bir şeydir. Bundan çox qorxurdu manqurt. Və bunlar danışdığı məqamda həmin vaxtı bu sövdəgərlərə bir nəfər çay süzürdü. Çay məclisində çay süzürdü. Çay süzəndə bizim Nayman ana idi. Yəni belə deyək də, bizim dediyimiz, yəni əsərimizin qəhrəmanı Nayman ana idi. Nayman qəbiləsindən olan Nayman ana idi. Nayman ana bu sövdəgərlərin sözünə qulaq asdı, danışıqlarına qulaq asdı və ürəyində şübhə daha da oyandı. Və ağlına gəldi ki, kitab cümləsində deyəcəm, bunu yadda saxlayarsınız, həm də bizə də lazımdır, frazeoloji birləşmədir. Deyir, Nayman ana gecəni səhərə qədər, səhərəcən çimir vurmurdu. Çimir vurmaq sözün mənası mürgüləmək deməkdir, qısa müddətə yatmaq deməkdir. Bu deməli, qısa müddətə yata bilmədi bu ana. Bütün səhərə qədər çimir vurdu. Çimir vurmaq frazeoloji birləşmədir, mürgüləmək qısa müddətə yatmaq deməkdir. Ana səhərə qədər yata bilmir. Niyə? Deyirdi ki, mən gedib həmin o pasibanı görməliyəm. Və onun öz oğlum olub-olmadığını bilməyənə qədər mənə rahatlıq yoxdur. İndi görək bu nədir? Əslində ananın oğlu, deyilənlərə görə, ananın oğlu Juan-Juanlarla döyüşdə həlak olmuşdu, deyilənlərə görə. Və ananın həyat yoldaşı bir il əvvəl Juan-Juanlarla döyüşdə ölmüşdü. Juan-Juanlarla döyüşdə ölmüşdü. Və ananın, belə dedi, həyat yoldaşı əri. Özü at çıxartmışdı. Naymanlar qəbiləsində at çıxartmış adam idi. Sayılıb seçilən kişilərdən idi. Və bir il əvvəl vəfat eləmişdi, yəni ölmüşdü belə deyə, öldürülmüşdü, həlak olmuşdu. Və bunun oğlu da, ananın oğlu da öz atasının qisasını almaq üçün döyüşə getmişdi. Amma döyüşdə belə bir şey baş vermişdi. Döyüş vaxtı həmin bu oğlan, yəni ananın oğlu, Nayman ananın oğlu düşmüşdü atın boynuna, yəni yəhərdən düşmüşdü atın boynuna. At da hürkmüşdü, döyüşün hay-həşirindən hürkmüşdü. Hürkmüşdü, at başlamışdı götürülməyə. Yəni döyüş vaxtı dayanmamışdı, götürülmüşdü, qaçmışdı. Və qaçanda da oğlun ayağı, ananın oğlunun ayağı ilişmişdi. Atın belindəki yəhərin aşağısında, belə deyək, ata minmək üçün üzəngi olur. Dəmir üzəngi, atın həm sol, həm sağ qarnında, aşağı hissəsində üzəngi olur. Ora ilişmişdi. At da tərslikdən düşmən tərəfə qaçmışdı. Və həmin gündən ananın dərdi 1-ə 10 artmışdı. Dərdi artmışdı. Və Naymanlar, Nayman tayfasından olan cəmaət gedib axtarmışdı oğlanı ki, görək oğlan hardadır, ananın oğlu hardadır. Amma nə özünü, nə atını, nə yaraq yasağını tapa bilməmişdilər. Heç nə tapa bilməmişdilər. Və ananın bu gündən, bu bomboş dünyada, bomboş günləri başlamışdı, ananın günləri. Oğlundan məlumat yox idi. Ana fikirləşirdi ki, müharibədə həlak olanlar olur. Yəni, müharibədir də. İntihası, oğlu döyüş meydanında meytinin qalmağına, bastırılmamağına ana razı deyildi. Ana istəyirdi ki, oğlunu tapsın, ölsə də, bastırsın da, yəni haradasa bir qəbri olsun. Bir haşiyə çıxın, yadda saxlayın, sizə lazımdır. İntihası sözü Azərbaycan dilində hansı nitq hissəsidir və sinonimləri nədir? Əsərimizdə bir neçə yerdə çəkilir. Onu yadda saxlayın, öyrənməyinizin ziyanı olmaz. Yəni bir faydalı bir qaydaq əsərimizə. Və burada əsərimizdə davamı olaraq ana fikirləşirdi ki, ana şübhəsi var idi. Deyir ki, yaxşı, bu oğlum ölübsə və yaxud oradakı qəbilədən deyirlərsə, bu adam ölübsə, yəni ölüsü olardı da və yaxud yaralıdırsa, fikirləşirdilər, yaralıdırsa, bu ya susuzluqdan, ya da qansızlıqdan
öləcəkdi. Ölüsü də yoxdur. Bunu fikirləşirdilər. Və ana da fikirləşirdi ki, yaxşı bu ölübsə, bunun atı hanı? Axı bütün atlar kimi bu da ilxısına qayıtmalıydı axı at. At ilxısına qayıtmalıdır da. Hanı at da yox idi. Ona görə ananın ürəyində şübhə var idi. Ana qəti qərara gəldi ki, gedib o pasiban oğlanı görməyincə, oğlu olub olmadığını bilməyincə anaya rahatlıq yoxdur. Ananın fikri bu idi, Nayman ananın. Və sübh açılanda, yəni səhər tezdən, kitabımıza belədir, sübh açılanda Nayman ana tezdəndən öz tədarükünü gördü və başladı öz aulun, kitabımıza auldur, deyəcəm nə deməkdir, öz aulun tərk edib çıxanda bir ətrafı süzdü. Yəni ətrafı, baxdı ətrafa. Aul nə deməkdir? Aul sözü kiçik kəndə deyirlər. Qazaxıstanda, Qırğızistanda kiçik kəndlərə aul deyirlər və yaxud köçəri tayfaların yaşadığı yerlərə aul deyirlər. A-U-L, aul deyirlər. Və öz auluna baxdı. Və burada duanın ilk sözlərini dedi. La ilahə illallah dedi. Yəni Allahdan başqa ilah yoxdur dedi. Və dəvəsini, Ağmaya adlı dəvəsini, bunu mən 11-ci sinifin dərsində də olan hissəsində də demişdim ki, o Qaranər Ağmaya adlı dəvənin nəslindən gəlmişdi. Ona görə orada verilir. Ağmaya adlı dəvəsini hıxlayır. Uşaqlar, hıxlamaq nə deməkdir? Hıxlamaq. Hıxlamaq sözün mənası dəvə hündür olur axı. Dəvəyə, yəni qalxmaq üçün, dəvənin belinə, hörgücündə oturmaq üçün, hörgüc arasında oturmaq üçün dəvəni hıxlayırlar. Hıxlamaq dizdən çökdürmək deməkdir. Yəni dizlərin qatlayır, dəvə oturur, bəlkə görmürsünüz, yəni belə internetdə bəlkə görərsiniz. Dəvə hıxlayırlar, dəvə ayağından vururlar, dəvə yerə oturur. Ondan sonra onun deməli hörgücünün ortasına, hörgüclərin ortasına minirlər. Yəni dəvəni hıxladı və burada heybələri keçirtdi dəvənin belinə, alığından atdı. Heybə nə deməkdir? Heybə iki gözlü torbadır. İki gözlü torbaya deyirlər. İki gözlə də nəsə yığırsan. Atın üstündə, dəvənin üstünə. Alıq nə deməkdir? Alıq uşaqlar kitabda mənasını sizə əlavə olaraq deyim. Alıq dəvənin bir hissəsində yük yeri olur. Bəlkə filmlərdə, kinolarda yəni belə görərsiniz. Dəvənin bel hissəsində yük yeri olur. Ona alıq deyirlər. Torbaları, yəni burada heybələri keçirtdiyi alığın üzərindən, onu da yadda saxlayın. Alığın üzərindən keçirdir. Və özü də artıq burada dəvə də Ağmaya adlı, yəni dəvə də başa düşdü ki, uzaq bir səfər var, yəni səfər başlayır. Və bir neçə gün ana dəvəni yekinəsək yortdu, belə deyək. Yekinəsək inləmək ilə, kitabımızda belədir. Yekinəsək nə deməkdir? Yekinəsək dəyişməyən deməkdir, monoton deməkdir. Dəyişməyən. İnləmə ilə yortdu. Yortdu sözün mənası yəni sürdü. Yəni dəvəni sürdü. Və bunlar səhərlər gedir, yalnız gecələr dincəlirdilər. Ana və təbii ki, dəvə. Bunlar ancaq gecələr dinlənirdilər. Nəhayət sövdəgərlərin dediyi yerə gəlib çatdılar. Ana birdən gördü ki, böyük bir, geniş bir çöllükdə, yəni buralar artıq sarı özəl çölüdür. Geniş bir çöllükdə böyük bir dəvə sürüsü otlayırdı. Dəvə sürüsü otlayırdı. Ana bunları gördü, sevincindən bilmədi neynəsin. Və ana sonradan qorxdu. Qorxdu ki, manqurt olmuş oğlunu görəcəyinə görə qorxdu. Yəni birdən manqurt olar da oğlum. Şübhəsi var idi. Və qorxdu, bundan qorxdu. Və fikirləşdi ki, burada pasiban hanı görəsən? Hanı burada pasiban? Yoxdur axı. Buralarda olmalıydı axı pasiban. Sövdəgərlərin dediyi pasiban, gözətçi buralarda olmalıydı. Bir də baxdı ki, dərənin o başında bir nəfər durur. Əlində çomağı var bir əlində. Bir tərəfində də dəvənin noxtası var. Noxta dəvəni idarə eləmək üçün, aparmaq üçün ipə deyirlər. Noxta var idi. Boğazında bir noxta var idi. Noxtadan tutmuşdu. Papağı da gözünə qədər çəkmişdi. Gözünə qədər çəkmişdi. Və papağının altından anaya baxırdı. Ana uzaqda olan pasibanın kim olduğunu bilmədi. Ona görə yaxınlaşdı. Və yaxınlaşdı, oğlun gördü. Deməli, bunun manqurt olan bunun oğluymuş, ananın oğluymuş. Ana oğlun görüb dəvədən necə
sıçradığını bilmədi. Yəni, dəvə böyük heyvandır, hündür heyvandır. Oradan ana necə sıçradığını bilmədi. Və yaxınlaşdı oğluna deyir ki, oğlum, oğul bala, mən səni axtarmaqdan əldən düşmüşəm. Mən sənin ananam. Oğluna dedi. Oğlunda, yəni həmin manqurt oğulda heç bir təsir olmadı. Yəni adi quru-quru baxırdı. Etinasız, laqeyd deyək. Quru-quru baxırdı belə. Və ana bundan çox təsirləndi ki, və başa düşdü ki, yəni artıq oğulda heç bir reaksiya vermədi. Heç bu manqurt oğlu, üzünü çevirib arvada demək ki, ay arvad, sən kimsən, niyə ağlayırsan? Gör, nə qədər etinasızdır bu oğlan. Yəni bir qadındır da ağlayır. Bundan soruşmaq ki, niyə ağlayırsan? Müəllif buna öz itirazını bildirir. Yəni manqurtluğun dərəcəsini göstərir bizdən ki, yəni belə bir manqurtdur da bu. Və ana burada çömdü, yəni dizlərin yerə qoydu, çöməlib ağlamağa, xısın-xısın ağlamağa başladı ana. Və oğlan üzündə təbəssümə oxşar bir şey işıldadı. Nəsə elə ki, gülən kimi oldu oğlan. Amma nəyə güldü bilinmir. Və ana bundan soruşdu ki, məni tanıyırsan, oğlan başı ilə yox elədi. Və bundan soruşdu ki, adın nədir? Oğlan dedi ki, manqurt. Ana dedi ki, indi səni belə adlandırırlar, çağırırlar dedi. Bəs əvvəlki adın nədir? Əsl adını yadına sal. Amma gördü ki, oğlan nəsə düşünmək istəyir. Çox fikirləşir elə bir oğlan. Nəsə düşünür. Hətta bu ana gördü ki, qaşlarının ortasından tər gəlir, belə deyək, arasından. Qaşlarının arasından tər gəlir. Amma elə bir divara rast gəlmişdi. Oğlan elə bir ki, fikri divara rast gəlmişdi ki, o divarı aşıb keçə bilmirdi. Ana bundan soruşdu ki, sənin atanın adı nədir? Kimsən, kimlərdənsən soruşdu ana. Amma oğlan heç nə bilmirdi. Yəni, təbii ki, heç nə bilmir, nə cavab verəcək, heç nə cavab verməyəcək. Buna görə ana istədi ki, oğluna təlqin yolu ilə. Nə ilə? Təlqin yolu ilə. Təlqin nə deməkdir? Təlqin kiməsə təsir eləməklə fikri qəbul elətdirmək deməkdir. Kiməsə təsir eləyirsən və fikri qəbul elətdirsən. Buna nə deyirlər? Yadda saxlayaq. Bizə Azərbaycan dilində də lazımdır bu. Buna deyirlər təlqin. Ana başladı təlqinlə. Dedi ki, sənin adın Jolamandır. Sən Jolamansan. Ana deyir, sənin atanın adı Donenbaydır. Sənin atanın adı Donenbaydır deyir. Atan sənə hələ uşaqlıqdan ox atmağı öyrədərdi. Uşaqlıqdan ox atmağı öyrədərdi. Bunu da deyir. Mən isə sənin deyir, ananam deyir. Sən Nayman qəbiləsindənsən. Sən Naymansan. Ana buna dedi. Amma oğlan elə qulaq asırdı ki buna. Elə bilin ki, otluqda cırıldayan çəyirtkələrə də elə qulaq asırdı. Görün nəyə bənzədir bir? Adam otluqda cırıldayan çəyirtkəyə niyə qulaq assın? Heç bir şey. Yəni belə deyək də, bir neçə saniyəli eşidərsən çıxıb gedər. Oğul da, yəni oğlan da bu gələn qadına, Nayman anıya elə qulaq asırdı. Yəni bax buna, elə qulaq asırdı. Ana buna dedi ki, dedi, əlini uzatdı bunun başına tərəf dedi ki, qoy görüm sənin başına, onlar sənin başına nə iş aparıblar, nə iş gətiriblər. Qoy görüm deyir, sənin başına nə iş gətiriblər, neyiniyiblər. Amma oğlan sıçrayıb geri durdu. Ananın yadına düşdü ki, ana başa düşdü ki, oğlanın başını yadına salmaq olmaz. Oğlana demək olmaz baş barədə. Çünki əvvəldə də dedi ki, oğlanı sahibləri, juanlar öyrətmişdi ki, bax, birdən gəlib başına yaxınlaşıb sənin başını buğa verərlər ha. Ona görə qorxurdu. Ana ona görə yadda saxlayın. Həm manqurt qorxdu, həm ana artıq xatırladı ki, başa düşdü ki, bunu eləmək olmaz. Və bu vaxtı, bunlar danışılan vaxtı, bir söhbət eləyən, ana təlqin elədiyi vaxtı, bu zaman ana gördü ki, sürünün digər tərəfindən bir nəfər dəvədə yaxınlaşır. Ana oğlandan soruşdu ki, bu kimdir? Manqurt dedi ki, mənim üçün yemək gətirib. Ana tez dəvyə mindi, ana təşviş içində idi, qorxu həyəcan içində idi, tez dəvyə mindi və dəvə ilə sürünün ortasından keçdi. Və ana bildi ki, sürünün ortasından keçmək olmazdı. Çünki sürünün ortasında dəvələri görürdü, dəvənin üstündə idi.
gərək piyada keçərdi. Və ananı dəvə Ağmaya adlı dəvə buradan uzaqlaşdırdı. Bunlar gəlib çatırlar bir dənə dərəyə. Həmin o çöllükdə olan, yaxın olan bir dərəyə yaxınlaşırlar. Dərəyə yaxınlaşdılar və dərədə ana dəvəni çöküzdürüb, yəni aşağı yatışdırıb, özü də gizləndi. Və gələn Juan idi və gəldi və ananın arxası ilə gəlir, gah dəvəsin orada sürür, gah dəvəsin burada sürür və gəlir, hətta yadda saxlayın, dərənin yaxınlığından da keçir. Amma ananı görmür və geri qayıdır. Ana məcburən həmin gecəni yaxınlıqda çöllükdə keçirdir. Deməli, ana bir gecə burada qalır, oğluna görə. Və gecə ilə qərara gəlir ki, oğlunu özü ilə geriyə aparsın. Oğlunu da geriyə aparsın, özü ilə geriyə qaytarsın. Özü də ana deyirdi ki, öz adamlarının, yəni öz adamlarımızın içində olar da, qoy heç olmasa öz adamlarımızın içində olsun. Ananın ürəyi tab gətirmirdi ki, ana dözmürdü ki, oğlu başqasının yanında qul kimi qalsın. Ana deyirdi ki, ana ürəyinə baxın, ana ürəyidir. Deyirdi ki, bəlkə deyir, mən deyir, öz yanımdan aparsam, doğma adamları görə, bəlkə uşaqlığın xatırlıya, anaya baxın. Ana bunları fikirləşirdi. Və ana qəti qərara gəlmişdi ki, oğlun da özü ilə bir yerdə aparsın. Və burada artıq göstərir ki, səhər açılır, səhərdir və ana oğlunun yanına qayıdır. Və oğlunu çağırır. Jolaman, salam. Jolaman orada ananın səsini eşitir. Yəni bir qadın səsini eşitir, geriyə çevrilir. Geriyə çevriləndə ana bir anlıq sevinir ki, nə yaxşı oğlum adını bildi. Amma sonra ana başa düşdü ki, oğlu anaya görə çevrilmir, səsə görə, hər hansı yəni bir dənə səsə görə çevrilir. Yenidən ana təlqin eləyir. Deyir ki, sənin adın Jolamandır, atanın adı Donenbaydır, sən Nayman qəbiləsindənsən. Yəni təlqin eləyirdi, təlqin sözün mənasını dedi. Ana bunu təlqin eləyirdi dalbadal oğluna. Və oğluna deyir ki, sənin deyir, adın deyir, yolda anadan olduğun üçün Jolamandır. Jolaman yəni qırğız dilində jırla deyirlər. Biz yol deyirik, onlar jol deyirlər. Jol. Yəni Jolaman yolda anadan olan bir kəs. Vaxtı ilə bizlərdə də el olub da, mövsümə görə, nəyəsə görə ad qoyardılar. O mövzudan çıxar kənara, yəni fəsillərə görə bizlərdə də olub ki, fəsillərə görə ad qoyublar. Və yaxud nəsə bir başına bir hadisə gəlib, ad qoyublar və s. belardır. Və burada da deyir ki, sən yolda anadan olmuşsan, özü də Naymanların böyük köçü vaxtı. Yolda anadan olmuşsan. Və biz deyir, 3 gün deyir, tayfanı, yəni həmin o köçü saxladıq və 3 gün toy bayram elədik, sən anadan olanda. Yenidən bunlara ana təlqin eləyir bunlara. Amma elə bil ki, qıfıllı bir qapını döyəcləyirdi ana. Heç bir faydası yox idi oğlana. Yəni, heç bir fayda toxunmadı bu oğlana. Bəli, heç bir fayda toxunmadı bu oğlana. Və bu oğlan elə həmin o vəziyyətdə qayıdır və ana da buna yenidən eyni şeyləri təlqin edir ki, sənin adın Jolamandır, sən Nayman qəbiləsindənsən, atanın adı Donenbaydır, Donenbay. Yəni, mən isə sənin ananam. Yəni, məhz bunları belə deyək, təlqin edirdi ki, oğulda nəysə bir, belə deyək, nəysə bir yenilik nəysə əmələ gəlsin, nəysə oğlunda bir şey oyandırsın. Və ana burada, ana əvvəlcədən özü ilə gətirdiyi ehtiyatdan, oğluna yedirtdi, içirtdi oğlunu. Ana ürəkdə heybələr var idi bayaq. Heybələri, torbaları, iki gözlü torbaları dəvənin üstünə yığmışdı. Oğluna yedirtdi, içirtdi. Oğluna Layla dedi. Yadda saxlayın, bu bizim Cəfər Cabbarlının ana şeirində də bu məsələ var, ana şeirində də var. Burada da elədi. Ananın laylası buna bir dənə təsir elədi. Ananın laylası onun xoşuna gəldi. Ananın laylasını ürəyinə yayıldı. Ananın laylasına xoşluqla qulaq asırdı. Bu sözləri mən dedim, diqqətlə də oxuyarsınız kitabımızda. Bunlara hamısına diqqətlə qulaq asırdı. Bir dənə layla təsir eləmişdi.
Yəni ananın bircə dənə layləsi bu manqurt oğula təsir eləmişdi. Və Nayman ana oğlunu, yəni manqurt oğlunu inandırmağa çalışırdı ki, onunla qayıtsın. Bunu inandırmağa çalışırdı ki, onunla qayıtsın. Yəni öz doğma yerlərinə qayıtsın. Bunu inandırmağa çalışırdı. Amma burada manqurt oğlu isə ağlına vura bilmirdi ki, manqurt oğlu ağlına vura bilmirdi ki, bəs bu sürünü qoyub necə getsin? Yəni sürü nə olsun, dəvə sürüsü nə olsun? Və bu yerdə belə deyək, bu manqurt oğul həm də ağlına vura bilmirdi ki, bunun ağası buna demişdi ki, sürünü gözdən qoyma. Məhz belə deyək, bu manqurt oğulların narahat edən əsas məsələ də bu idi ki, bəs mən sürünü necə gözdən qoyub gedim? Ağam mənə tapşırmışdı. Və bu məqamda yenidən ana təlqin üsulu ilə oğlunun yaddaşını bərpa eləmək istəyirdi ki, bəs sənin adın Jolamandır, atanın adı Donenbay'dır, Donenbay. Ana təlqin üsullarından çox istifadə edirdi. Və bunu ananın başı qarışmışdı və gecənin, axşamın necə düşdüyünü bilmədi. Artıq günəş batmaq üzrədir, axşamın düşdüyünü ana bilmədi. Necə düşdüyünü bilmədi. Və bu məqamda göstərilir ki, ana görür ki, sürünün, dəvə sürüsünün bir tərəfindən həmin o dəvədə olan bir juan gəlir, bir nəfər gəlir. Və tez ana ağmaya dəvəsinə minir və digər tərəfdən, sürünün digər tərəfindən uzaqlaşmaq istəyir. Amma görür ki, digər bir juan onun qabağını kəsmək istəyir, yolunu kəsmək istəyir. Amma ağmaya burada yel olub, yel kimi qanadlanıb, ananı bu ölüm-dirim savaşından, belə deyək də, ölüm-qalım savaşından, ölüm-qalım məsələsindən uzaqlaşdırır. Və uzaqlaşdırandan sonra ana da istər-istəməz həyəcanlı idi, təşviş içərisində idi və digərləri, yəni o iki juanlar ananın ardıcan çata bilmədiklərindən görə qəzəblənirlər. Və ana burada uzaqlaşmışdı, juanlardan uzaqlaşmışdı. Amma ana onu bilmədi ki, həmin o juanlar, iki juan öz ürəklərini soyutmaq üçün, oğlanı nə qədər, yəni manqurt oğlu nə qədər döydülər. Və manqurt oğlu da döyüləndə deyirdi ki, o deyir ki, mənim anamdır. Yəni, mənim anam olduğunu deyir. Və juanlar ona deyirdilər ki, sənin anan yoxdur. Və o bilirsən sənin nəyə görə gəlib, sənin başını buğa verəcək. Buğa verib, yəni başından olan o zifi götürəcək. Bayaq dediyimizə görə qeyd eləmişdik ki, ümumiyyətlə manqurt üçün ən qorxulu, ən dəhşətli məsələ məhz bu idi ki, başını kimsə buğa verib, başında olan zifi papağı çıxartsın. Və manqurt oğlan oxla yay verirlər, juanlar ox yay verirlər və deyirlər, al bunu, qorxma, al bunu və nişan al deyirlər. Və juanın biri papağın atır, göyə atır. Və burada manqurt oğul oxu çəkir və papağı deşməyi ilə, dəli deşməyi bir olur. Və juanın biri deyir ki, gör necə əl yaddaş qalır. Və xatırlayaq ki, bir qədər öncə də demişdik ki, ana oğluna xatırladırdı ki, bəs sənin atan sənə hələ uşaqlıqdan ox atmağı öyrədərdi. Yəni, uşaqlıqdan ox atmağı sirlərini öyrənmişdi. Və ana artıq toran qarışmışdı. Toran nə deməkdir? Toran artıq günəşin batma anına deyilir. Batmağına az qalmış bir müddətə deyilir. Günəş batmağa az qalmışdı, toran qarışmışdı. Ana dəvi ilə geriyə qayıdır. Geriyə qayıdır və əvvəlki, yəni bir gün əvvəlki vaxtı, gecə vaxtı fikirləşmişdi ki, nə olursa olsun, oğlumu özümlə bir yerdə aparım. Ona görə ana geriyə qayıdır və boylana hər tərəfə baxır və oğlunu görmür. Dəvə sürüsünün yanında oğlunu görmür. Və ana həm digər tərəfə, gah bu üzə, gah o üzə baxdığına görə oğlunu dəvə arxasında,
dizini yerə söykəyib, dirəyib, əlində oxyay olub, ananın nişan alan vəziyyətdə olduğunu görmür. Yəni ana görmür ki, oğlu dəvənin arxasında onu nişan alır. Və ana oğlunu çağırmağa başlayır, Jolaman, Jolaman çağırmağa başlayır. Bu anda ana qandırılıb. Biz əvvəlki əsərlərdə də bəzilərində qeyd eləmişdik ki, qandırılmaq, yəni çevrilmək. Çevrildi və oğlunu gördü, dönüb oğlunu gördü. Oğlunu gördü və bircə atma sözünü deyə bildi oğluna, yəni oxu atma deyə bildi. Və ana istədi ki, dəvəni mahmızlasın, oğlu ilə üzbəyüz gəlsin. Və bu vaxt ox ananın sol qoltuğundan sancıldı. Bu ölümcül bir yara idi, ölümcül bir zərbə idi. Və ana dəvənin boynuna sinib, ilşə-ilşə dəvədən yıxıldı. Sinib nə deməkdir? Biz bu sinib sözünü işlədirik danışıqda. Sinib, yəni bərk yapışmaq, möhkəm yapışmaq, sarılmaq deməkdir. Elə bizdə də canıma sinmək deyirik. Yəni oturaqlaşmaq, yapışmaq mənasında. Ana dəvənin boynuna sinib, deməli, yavaş-yavaş dəvədən boynundan yıxıldı. Amma ana yıxılmamışdan əvvəl başında ağ yaylığı, ananın ağ yaylığı məhz yerə anadan öncə başından açılır və bir quşa çevrilir. Həmin quş çığıra-çığıra belə deyildi: yadına sal kimlərdənsən, sənin adın nədir? Atanın adı Donenbay'dır. Və deyilənə görə həmin o Donenbay quşu, yəni quşun adı belə verilir, Donenbay quşu həmin sarı özək çöllərində olardı, yəni var idi sarı özək çöllərində. Və sarı özək çöllərində hər hansı bir yolçuya rast gələndə, həmin o yolçuya yaxınlaşaraq uca səslə deyərdi: yadına sal kimlərdənsən, adın nədir? Adın Donenbay'dır deyirlər. Və ana orada təbii ki ölür, belə deyək, ölümcül zərbədən ana ölür. Ananın bastırıldığı yer, Nayman ananın bastırıldığı yer adlanır ana beyit. Yəni ananın məskəni, ananın qəbristanlığı adlı yer kimi adlanır, deyilir.